Quran-ı Kərimin sosial əxlaqi ayələrinin kütləvi ictimai şuurdan gizlədilməsi, din xadimləri və siyasi rejimlər kontekstində təhlil. İslam dininin əsas mənbəyi olan Quran-ı Kərim yalnız teoloji deyil, eyni zamanda hüquqi və sosial əxlaqi dəyərlər sistemini formalaşdıran bir mənbə kimi çıxış edir. Bununla belə müxtəlif İslam cəmiyyətlərində Quran-ı Kərimin bəzi ayələrinin ictimaiyyətə təqdim edilməsində ciddi fərqliliklər və seçicilik müşahidə olunmaqdadır. Bu xüsusda ədalət, rüşvət, yetimlərin hüquqları və ailə institutunun qorunması kimi sahələrə dair ayələrin geniş kitlələrə çatdırılmasında səssizlik müşahidə edilir. Tədqiqat və müşahidələr göstərir ki, Quran-ı Kərimin aşağıdakı kimi ayələri, evli qadınlarla intim münasibətin qadağan olunması, Ən-Nisa 24, ölçüdə və çəkidə aldatmağın haramlığı, Əl-Mütəffifin 1-3, yetimlərin malını haqsızcasına yeyilməsi, Ən-Nisa 10, rüşvətlə hakimlərin ələ alınmasının yasaqlanması, Əl-Bəqərə 188, ədalətli olun, Əl-Maidə 8 və digər ayələrin geniş ictimai tədbirlərdə, xüsusilə də dini mərasimlərdə, yas mərasimləri, cümə xütbələri və s. ya ümumiyyətlə xatırlanmır, ya da üstörtülü şəkildə ötürülür. Bu vəziyyətin səbəbləri iki tərəfli xarakter daşıyır. Bir tərəfdən din xadimlərinin bir qismi Quran-ı Kərimin sadə və aydın mənalarını başa düşüləcək dildə, yerli xalqın dilində izah etmək əvəzinə daha çox təfsir xarakterli rəvayətlərə və ikinci dərəcəli mənbələrə üstünlük verirlər. Bu isə kütlə arasında ilkin mənbəyə, Qurana olan etimadı zəiflədir və dinin təməl prinsiplərinin təhrif olunması ilə nəticələnə bilər. Belə yanaşma həm də dinin təbliğində mövcud olan elmi və pedaqoji metodoloji çatışmazlıqlarla əlaqələndirilə bilər. Digər tərəfdən müasir avtoritar rejimlər, xüsusilə də dini legitimliklə özlərini doğrultmaya çalışan siyasi sistemlər, Quran-ı Kərimin bəzi ayələrinin ictimai şuura çıxarılmasından qəsdən yayınırlar. Bu ayələrin təbliği adətən onların özlərinin fəaliyyəti ilə ziddiyyət təşkil edir. Çünki bu ayələr rüşvəti qadağan edir, məhkəmə ədalətini tələb edir, yetim və zəif təbəqələrin hüquqlarını müdafiə edir. Beləliklə, rejimlər həmin ayələrin geniş ictimai müzakirəsini öz legitimliklərinə təhlükə kimi görürlər və müxtəlif formalarda hüquqi, inzibati və ya ideoloji vasitələrlə bu məzmunların yayılmasına maneə yaradırlar. Nəticə etibarilə bu təcrübə Quran-ı Kərimin mahiyyətindən uzaqlaşmanı, onun ictimai dini həyatdakı real təsir gücünün zəiflədilməsini şərtləndirir. Əgər Quran yalnız ölülər üçün oxunan, ya da sadəcə rituallarda istifadə olunan simvolik bir mətnə çevrilərsə, onun əsas funksiyası, hidayət, ədalət və islah funksiyası ciddi şəkildə zərər görmüş olar. Bu səbəbdən dini maarifləndirmə siyasətində və teoloji təlim proqramlarında Quran-ı Kərimin sosial və əxlaqi ayələrinin aydın, başa düşülən dildə geniş ictimai auditoriyalara çatdırılması prioritet istiqamət kimi nəzərdən keçirilməlidir. Bu yalnız dini dəyərlərin canlanmasına deyil, həm də hüquqi və ictimai ədalətin bərqərar olunmasına xidmət edəcəkdir.